Çok sağ olun. Çiçek Hanım sağ olun. Teşekkür ederim. Eşkler var ol, Sağ var olun. ol. 10 tane menem diyen adamın işini sen görürsen. 10 tane menem Yüzünü diyen yer. aşıklarını sen yaxşı Var çalırsan. Allah'ım da sağ olun, çok sağ olun. Eşk olsun, eşk olsun. Sağ ol bacım, sağ ol. Siz həmişə bizim sazı necə deyim, bax belə şərəflə, urvatla, dəyərlə, qədrini bilə-bilə yaşatdığınıza görə mən də sizin o saz yolunda gedən o qullardan biri, sizin könlünüzün o sevdalılarından biri. Eşq olsun, var olun. Təşəkkür edirəm. Sən bilirsən ki, bizim hörmətimiz bir-birimizə qarşılıqlıdır. Alqışlayaq ədalət dəl dağılını.
olun. Alqışlar gəlsin Vahid müəllimin şərəfinə. Çox sağ olun Vahid müəllim. Evinizin pəncərəsi bağçaya. Pəncərə tək açılıbdır bağçaya. Məni sorsan, çıx bağçaya, bağçaya. Çayda batan çilik-çilik ay mənəm. Yuyub getdi o dağların daşını. Görənmədim gözlərimin yaşını. Bağçanızın ayağını, başını yarpız-yarpız öpüb gedən çay mənəm. Aylı gecə ayrılığa yoldu bax. Qara-qara saçlarını yoldu bax. Pəncərəndən durna səsi doldu bax. Ötüb gedən qatarını say mənəm. Evinizin pəncərəsi bağçaya. Pəncərə tək açılıbdır bağçaya. Məni sorsan, çıx bağçaya, bağçaya. Çayda batan çilik-çilik ay mənəm. Çayda batan çilik-çilik ay mənəm. Aylı gecənin qaranlığında incə dərəmizin şərəfli aşığı və aşıq sənətimizin layiqli nümayəndələrindən biri aşıq şair İncəli Məzis bizi bəzəyəcək. Axşamınız xeyir olsun. Çox dəyərli sazımıza, sözümüzə dəyər verən insanlar. Hər biriniz var olasınız. Bax, bu gecənin bu vaxtında bizlərə belə dəstək olursunuz. Allah sizləri qorusun. Üstadımız deyir ki, Ələstüdən bəli deyən Sübhanə baş indirər. Məhəmmədə tabi olan Qur'ana baş indirər. Adı birdir, özü min bir vəhdəh vallah şərik. Əhl-i mömin görə bilməz, pünhana baş indirir. Ölməyincə bu sevdadan çətin dönəm usanam. Həqiqətdən dərs almışam, təriqətdən söz qanam. Şah-ı Mərdən sayəsində elm içində ümmanam. Dəryaların qaydasıdır, ümmana baş indirər. İçarə aşıq Ələsgər, olma elmə nabələt. Danışanda doğru danış, sözün çıxmasın qələt. Çox qazansan, az qazansan, 5 arşına ağlı xələt. Var devlətə baş indirən, əfsanə baş indirir. Bir daha Allah sizləri qorusun, var olun, dəyərli sazımızın, sözümüzün izləyiciləri, var olasınız.
çatdı. Özde gəlib bizə çatdı. Sadi dolana dolana.
yerdə çal çağırdı. Baxırsınız, aşıqlarımız o yanda da oxuyur. Yəni bölgənin hər bir məkanında bu dəqiqə aşıqlar oxuyur. Aha. Deməli, Goranboydan gələn dəyərli qonaqlarımız var. Ustad Aşıqalı şəcərəsinin davamçılarından olan bizim dəyərli dostumuz, qardaşımız Talih Əloğlu Vəliyev bu məclisdədir və özünün də təqdim etdiyi dəyərli bir qonağı var. 5-3 kəlmə ürək sözlərinizi alaq. Bu ilki 6-cı İncə Gülü saz söz şöləni üçün könlünüzdən keçənlər. Şeyx xanım, təşəkkür edirəm. Minnətdarım sizlərə də. Qonaqlarımızın hər birini salamlayıram. Sazın müqəddəs səsi gələndə sazın müqəddəsliyini, sözümüzün urvatını qoruyub saxlayanların hər birini salamlayıram. Və bugün bu fərəhli gündə, bu sevinçli gündə təbiət gözəli Göygölün ətəyində, Kəpəz dağının ətəyində bu gözəl anı yaşayanların hər birinə can sağlığı, uzun ömür arzulayıram. Arzum budur ki, sazımızın müqəddəs səsi, avazı hər bir ocaqlardan, hər bir ünvandan, hər bir şənliklərdən gəlsin. Şeyx xanım, sizə təşəkkür edirik, çox sağ olun. Zənzələ fəlakət gətirir deyirlər. Gəncə zənzərəsi bu fikri danmış. İşə bax, Gəncə zənzərəsindən gözəllər gözəli Göygöl yaranmış. Arzu edək ki, belə sevincli günlərimizi tarixi əbədi torpaqlarımızda qeyd edək. Mən hər Gədəbəy rayonuna, eləcə də Babu Toğana ətəyinə, Kəpəz ətəyinə gələndə Ulu Göyçə niskilinə hardasa bir balaca təsəlliləndirirəm, təsəlli tapıram. Və hardasa Aşıqalının məzarını Hüseyin Arifin məzarı ilə bərabər tutub Hüseyin Arifin məzarını ziyarət edəndə hesab edirəm ki, Aşıqalının məzarını ziyarət edirəm. Və bu Toğana ətəyinə gələndə, Kəpəz ətəyinə gələndə, Ulu Gədəbəy dağlarına gedəndə hiss edirəm ki, Ulu Göyçəni ziyarət edirəm. Arzu edirəm ki, o arzularımız için olsun, arzularımız həyata keçsin. Belə bir sevincli anları Azərbaycanımızın tarixi əbədi torpaqlarında qeyd edək. Sazımızın sədası Türk dünyasının hər bir elindən, el altından gəlsin. Mübarək olsun. Sazımızın bu şöləni mübarək olsun. Şeyx xanım, təşəkkür edirəm. Mən sizin şölənlərin incə dərəsində də hər dəfə iştirak eləmişəm. Bugün də çox sağ olun dəvətiniz üçün. Və mənim şair qardaşım, eləcə də təcrübəli pedaqogumuz Rəşad müəllim məclisimizdədir. Rəşad müəllimin də çox qeyri-adi, xarı bülbülə, Şuşada yaranan xarı bülbülə aid gözəl bir şeiri var. Mən istərdim bölüşək. Bəli. 25.04.2011-ci il tarixdə bizim Allah ölənlərə rəhmət eləsin, rəhmətlik Əli müəllim məktəbə gəldi ki, bəs deməzsənmi xarı bülbül Bakıda bulvarda yabanı formada bitib. Yazdım ki, desən də mi didərginsən? Halın çox pərişan, gərginsən. Yurdundan ne üçün gəlmisən, can şuşalı biçarə gül, ay yabanı xarı bülbül. Qarabağdan gətir soraq, oba oyma qoymaq, çətin deyil səni duymaq, sən bizlərdən qeyrətli gül, ay yabanı xarı bülbül. Qələbədən soraqmısan, sən Bakıda qonaqmısan, biz yatmışıq oyaqmısan, oyat bizi barı bülbül, ay yabanı xarı bülbül. Pay güdürük, qarnımız tox, oxuyan çox, çalan nə çox, xan əmidən qədirdən yox, az oxunur sarı bülbül, ay yabanı xarı bülbül. Unuduruq o günləri, unutmuşuq çoxdan səni, bəsləyir süni gülləri, az özünü bizə güldür, ay yabanı xarı bülbül. Çox sağ olun. Bu şeir 21 kupletli ancaq Təşəkkür edirik, hər halda qısaca da o söylək sözlərinizi aldıq, 500 kəlmədə şeirinizə toxundunuz. İncə dərəmizdən gələn dəyərli qonaqlarımız var. Mən bunların içində Məhəmməd Aslanbəylinin əziyyətini çox dəyərləndirirəm. Bundan sonra onun elə ruh qardaşı, əkiz qardaşı Aşıq Osman sazını dinləndirəcək. Ancaq bir qeyri-adi bir şairimiz var, Məzahir Yaqub. Bilirəm ki, 3 bəndlik şeirinlə silkələyəcək hamını. Gecəniz xeyir olsun.
bizim belə bir fikir var, İncə dərəsində elə bil ki, el məsəlinə çövürülübdür. Deyir, İncə dərəsində hər daşın altında bir şair gizlənib. Çiçək xanımın böyüklüyü ondadır ki, o daşları ürək yanğısından, səbirlə bir-bir qaldırıb, o daşın altında gizlənən şairləri üzə çıxardır, xalqa tanıtdırır, sevdirir. Və onun bu əməyinə görə ona böyük alqışlar düşür. Bir sevgi şeiri deyim. Qəbul eylə eşq qapısı. Sevdalı günəm, gəlmişəm. Özüməm, özgəsi döyəm, özümə binəm gəlmişəm. Şahıma sadiq vəzirəm, özümü burada gəzirəm. Nə bedirəm, nə dözürəm, harayam, ünəm, gəlmişəm. Tut dilimi yağır eylə, dərs yetirsən ağır eylə, çəhlim çəkib cığır eylə, yar yolu sinəm, gəlmişəm. Hökmün birdir o tək sənin, sığal sənin, kötək sənin, əl mənimdir, ətək sənin. Mənəm, mənəm, gəlmişəm. Allah eşq qapını hamının üzünü açıq eyləsin. Sağ olun, var olun. Bizim Daş Salahlı'dan bir değerli qonağımız var, İsmail müəllim. Bizim söz şölənimizin bütün proqramlarını izləyir və özü də o məsuliyyətli işindən ayrılıb da bu aşıqları, bu şöləni seyr etməyə gəlib. Nəsə demək istəyirsənmi? Təşəkkür edirəm Çiçək xanım. Eldən elə salam olmur. Mən Daş Salahlı'dan İncə dərəsinə salam gətirmişəm. Çox yaxındır, bir dağın boyuzu budur, buzu budur. Sizə təşəkkür edirəm, hamınızı salam verirəm. Çiçək xanım, dəvətiniz üçün minnətdaram. Bizə dənə arzumu demək istəyirəm. Gün o gün olsun ki, dağın o üzündən gəlsin bu şölənin səsi. O torpaqlardan gəlsin, Kəlbəzərdən, ondan o tərəfdən, Laçından, oradan, buradan. Mən Məhəmməd Dəmirçioğlu'nun bir şeirini demək istəyirəm, o torpaqdan pay olmamaqla bağlı. Deyir, torpaqdan payım olar, torpağı veranın oğlu. Nə türk olmaz, nə bəy olmaz, hər yetən gədanın oğlu. Çumpuzla sel mi bağlanar, dumbuzla dil mi bağlanar, yığvala bel mi bağlanar, yığvalı dönənin oğlu. O dağ səncər, bu dağ qala. Niyə səndə, bu dağ qala? Işıq yandır, ocaq qala, ocağı sönənin oğlu. Ocağınız gür yansın, gün o gün olsun, o dağların o tərəfindən gəlsin səsiniz. Sizə Aşıq Bəhrəm yurdundan, Mirzə Səməd yurdundan salam gətirmişəm. Bizim nə aşıqlarımız, nə şairlərimiz İncə dərəsinəki qədər ola bilməz, say etibarı ilə. Mən nə fərqi var ki? Mən də Qazaxlıyam, siz də Qazaxlısınız. Öpürəm, bağrıma basıram hamınızı. Sağ olun, var olun, Çiçək xanım, minnətdaram sizə. Sağ olun. Səni öpürəm, mən İsmail, mənim əzim. Qazaxlı deyilik, hamımız sazdanıq, hamımız sözdənik, hamımız türkük, hamımız Azərbaycanlıyıq. Bir sazın başındayıq, yəni burada heç bir bölgələrə bölmərik. İncə dərəmizin həzin laylalı nəfəsi ilə, avazı ilə ovqatımızı oxşayan bizim könül dostumuz Aşıq Osman İncəli buyursun. Ancaq hansı havan oxuyur, seçim özündədir. Kökündən görürəm ki, bugünkü İncəgülü şölənimizin şərəfinə İncəgülü havasından gəlib Aşıq Osman. Gözəl gündə hər birinizi xoş gördük.
Eşitmişəm yaylalara çıxmışam Gəldiyimiz oylaqlara salam Oy qadan alem, mən qadan alem Alilparını dolça edip doyunca İşittiğimiz kulaklara salam Oy qadan alem, mən qadan alem Eşitmişəm yaylaqlara çıxmışsan Gəzdiyimiz oylaqlara salam de Lilparını dolça edip doyunca içtiğimiz bulaqlara salam de Ader çəhlimləri dolulardan itirmiş Çəhlimləri dolulardan itirmiş Talasında toruğuylar ötür Boy qadan alem, mən qadan alem Ay güneyinde xallı lala bitirmiş Kuzeyinde yatan qara salam de, qara salam de Səhlimləri doloylarda itirmir Talasında toruğuylar ötürmü Güneyinde xallı lala bitirmi Kuzeyinde yatan bize salam diye Senden gelen zirveler haklayan Çamen dişide çirşehler boğuyan Boy qadan alem O mektubumu köysümüzü de saklayan Göz yaşlı kalan yara salam de, yara salam de Boy qadan alem Səndən gedəm zirvələri haqlayam Çəmənlikdə çiçəkləri qoxlayan Məktubumu köysü üstə saxlayan Gözü yaşlı qalan yara salam de Canınız sağ olsun bir daha mübarək Oğlanın adı Ədalətdir. Özü də Ustad Dədə Ədalətin adını daşıyır, torpaqsan yaşasın. Saza, sözə yaxınlığı hardandır bilmirəm. Gəlib bu məclisə çıxmağının maraqlı bir səbəbi var. Və bax bu dayanıqlıqda məclisin sonuna qədər bizimlə olur, özü də Bakıdan gəlir. Ədalət o kəslərdəndir ki, Xocalı soyqırımında yerlə yeksən olan
bizim yurttaşlarımızın içində sağ qalıb bu vətənə gəlib çıxan 5-6 körpə uşaq var idi. Onlardan biri Ədalət. O illərin yadigarı kimi, o illərin əzab əziyyətini görmüş, qanlı yaddaşımızın yadigarı deyim, qanlı yaddaşımızın canlı şahidi deyim. Bax, o illərdən yön tutub, üzü bəri bugünə qədər gəlib çıxan bir yurttaşımızdır. Ədalət Xocalını deyək və Bakı şəhərindən gəlib. Ədalətin gəlişi mənim üçün çox necə deyim, dolaşıq və qarmaqarışıq xatirələrə apardı, çıxardı. Ən azından o qan yaddaşımızın tarixi kimi alqışlayırıq bu oğlan. O ağrıları davam etmək üçün sazda Aşıq Duman Kəlbəcəri buyursun. Öz sazı ilə o yaşantıları bizə yetirəcək. Buyurun Aşıq Duman. Şahslı
Sevdin ey bir de çalma da bestoy. Da bestoy. Oy 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 oy. Günlerimin ey yaralı şişkesti. Vah bu dağları, bu dağları. Oy zinden kalıptı haray oy bizim eller. Bizim eller, düşmeye güzel oy 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 güzel güzel Emin oy ata kardeş mezarı Emin oy ata kardeş mezarı Dağların oy yüzünde kalıptı ey haray oy bizim eller bizim Başı duman Kara dağlar
gülşen seyrine gördüm ki bülbüller güle yalvar, güle yalvar, güle yalvar. Yanına boynumu ayıhlar gizem eylim, Nergiz özü şirin, dile yalvar, dile yalvar, hele yalvar, neyim yalvar.
gətirə bala. Mən gətirə birənlə qoxuyam. Yad almışam qoxsuna dayıları. Ay canım yastığımın bana yaman. Yastığımın ay balam çevirirəm geceler. Bir düşeydim yuxusuna dağların ama bayılamacam. Yedeyimden ay dostlar at zirveden yeneydim. Ey kulağım eli dindiren tendineydim. Lale yandım ya bana yaman. Lale yay kardeş bir düğmeyeden eydim. Dikileydim yakasına dayılarına yaman. Ay canım ey.
Sağ olun, var olasınız. Bununla da 2018 ilin Avqust ayının 20'sində düzenlenen ve Qurban Bayramının düz üzbəyüzündə, Qənşərində Allaha en yakın olan bir məqamlarda 6-cı İncegülü saz söz şöləninə yekun veririk. Sonda hansı musiqilərimiz gələcək, onu ifalarından göreceksiniz. Biz burada iştirak eden bütün değerli qonaqlar, zamanınızı ayırdığınıza göre her birinize teşekkür edirik. Aşıqlarımıza, sazandələrimize teşekkür edirik. Bu müşayiət üçün bir daha Bakı şəhərindən təşrif buyurub gəlmiş Elnur bəy Qubadlıya teşekkür edirik. Vüqar Əhmədova teşekkür edirik. Asif Məmmədova teşekkür edirik. Şimdi Firudinin de teşekkür payı ne kadar da onu alkışlarınızla görsün. Bu da Firudin Tovuzluğu için olsun. Operatorlara teşekkür edirik, ses rejissorlarımıza teşekkür edirik, Arzu Xalidoğlu size teşekkür edirik. Mən əlini meydanda saxladım ki, sonluğu əli versin, sonra bizim dəyərli musiqiçilərimiz beyninizdən nə süzülüb gəlirsə o sonluğu verək. Allaha, Tanrıya yaxın olan bu məqamlarda ürəyinizdə tutduğunuz bütün dualarınız çin olsun. Səhər birisi gün kəsilən qurbanlarınız qəbul olsun. Bütün ziyarətgahlarda oxunan Quranımız, edilən dualarımız hər birimizin köməyi olsun. Bizim yetirə biləcəyimiz bu qədər oldu. Gecəniz xeyrə qalsın. Saz ovqatından beləcə ayrılırıq. Allahın əmanında olasınız. Sındım ama kırışıma